Salam, hər vaxtınız xeyir olsun. Kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər, xüsusən 11-ci sinif şagirdləri. Bugün bildiyiniz kimi 9 mart 2025-ci il tarixində ikinci zonaya daxil olan məktəb şagirdlərinə buraxılış imtahanı keçirildi və mən bugün sizə A variantından 11-in buraxılış imtahanında istifadə olunmuş Azərbaycan dilindən qrammatika suallarının izahını verəcəm. Videonu izləyirsinizsə, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi və əlbəttə ki, videonu digər şəxslərlə paylaşmağı unutmayın. Bu sizdən heç nə aparmır, amma mənə çox şey gətirir. 31. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Gəlin qələmi tənzimləyək. Səhv olanları. Düzgün olanları çıxsaq əslində, bildiyimiz düzgün olan sözləri çıxsaq, imtahanda ümumiyyətlə yəni alimi yetməyə ehtiyac yoxdur. Variant çıxmaqla da onsuz da sualın cavabını tapmaq olur. Məsələn, yarımfinal sözü düzgün yazılıb buradan, çıxıram A variantın. Kəmşirin sözü düzgün yazılıb B-dən çıxıram. Məsələn, İlbəyin sözü düzgün yazılıb çıxıram. Üfüq sözü düzgün yazılıb çıxıram. Cavab qalır Y variantı. Düşkün, ala yarımçıq defislə kokteyl yazılmalıydı. Və demək Y variantı. 32. Gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Gözü su içməmək inanmamaq mənasındadır. B variantı. Digərləri heç biri uyğun gəlmir yəni. 33-ə baxaq. Uyğunluğu müəyyənləşdirin deyir. Mübtədanın əlavəsi, tamamlığın və yer zərfliyinin əlavəsini istəmişdi bizdən. Azərin atasına Amil dayıya məktub yazdıq. Kimə? Nə etdik? Yazdıq. Nəyi yazdıq? Məktubu yazdıq. Kim yazdı? Biz yazdıq. Kimə? Azərin atasına, Amil dayıya bir yerdə hamısı tamamlıq. Çünki əlavə, əlavəli üzvdən bir yerdə təhlil olunur. Və 2-yə A yazdım. 2 gündən sonra Cavadı yeni mühəndisi Nazirliyə dəvət etdilər. Dəvət etdilər. Haraya? Nazirliyə. Kimi? Cavadı, yeni mühəndisi. Yenini burada biz ayrıca təhlil eləmirik. Çünki yəni əlavədə əgər təyin edici söz varsa, biz onu birlikdə təhlil edirik. Yəni ayrıca təyin kimi götürmürük. Nə zaman? 2 gündən sonra. Bu da zaman zərfliyi. Burada Cavadı, yeni mühəndisi, kimi, tamamlıq. Beni də yazdım. 2-yə. Bizim evimiz məzərəli bir yerdə, göl qırağında idi. Göl qırağında idi. Buradan idi düşmüşdü gördüyünüz kimi. Ona görə yəni bu bir yerdə xəbər mövqeyində olacaq. Yəni xəbərin əlavəsi. Amma gördüyünüz kimi xəbərin əlavəsi bizə verilmədiyi üçün C-ni çıxıram. C-ni çıxıram və avtomatik D ilə A-nı, bir də Y-ni çıxıram. Qalır B-dir. Qrupun yeni rəhbəri, gənc qız görüləcək işlərdən danışdı. Baxıram, nə etdi danışdı? Kim? Qrupun yeni rəhbəri, gənc qız. Yenə də burada təyin edici söz var, amma biz onu ayrıca götürmürük. Nədən? İşlərdən danışdı. Hansı işlərdən? Görüləcək işlərdən. Görürəm ki, bu mübtədanın əlavəsidir. Yazıram D-yə. Anar kəndə bu doğma obaya tez-tez gəlirdi. Gəlirdi, tez-tez gəlirdi zərflik. Haraya? Obaya gəlirdi. Kim gəlirdi? Anar. Haraya? Kəndə bu bir dəqiqə, üzr istəyirəm. Burada yanlışlığa yol verdim. Obaya bir yerdə bunun əlavəsidir. Anar. Kəndə bu doğma obaya gəlirdi. Bir yerdə zərfliyin əlavəsi olacaq. Yəni kəndə obaya gəlirdi. Demək bu da olacaq Y. Demək 1-ə D, 2-yə A, B, 3-ə Y. Baxaq cavab hardadır? Cavab C variantında. 34. Hansı cümlədə tamamlıq söz birləşməsində ifadə olunmamışdı? Olunmamış istəyir. Hamı öz fikrini doğru olduğuna inanırdı. İnanırdı. Kim? Hamı. Nəyə? Öz fikrinin doğru olduğuna. Tamamlıq və burada görürəm ki, fe'l sifət tərkibi ilə ifadə olunmuşdu. Ona görə çıxıram. Çünki deyir, söz birləşməsində ifadə olunmamış. B-də əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Nə etdilər? Gəzdilər. Kim? Turistlər. Hansı turistlər? Əcnəbi turistlər. Haranı? Şəkinin görməli yerlərini. 3-cü növ təyini söz birləşməsidir. Arasına görməli sözü daxil olmuşdu və biz bunu parçalamırıq. Söz birləşməsi var tamamlıq mövqeyində. Bu meyvələrin hamısını Məmməd Həsən əminin bağından dərmişik. Dərmişik. Harada? Məmməd Həsən əminin bağından. Nəyi? Meyvələrin hamısını. Hansı meyvələrin? Bu meyvələrin. Meyvələrin hamısı tamamlıqdır və 3-cü növ təyini söz birləşməsidir. Tamamlıqdır. Demək, ifadə olunub çıxıram. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Etiraf etdi. Kim Sevil? Nəyi? Hər şeyi. Nə zaman? Hadisədən sonra. Hansı hadisədən? Bu hadisədən sonra. Demək, burada hər şeyi əslində burada bəlkə də tamamlıq mövqeyində görüb də siz söz birləşməsi kimi götürmüsünüz, amma hər şey qeyri-müəyyən əvəzlikdir. Ona görə bizim cavabımız D olacaq. Vaqif, bu adamların çoxunu tanımıram. Tanımıram. Vaqif burada demək, xitab mövqeyində də təhlil olunmur. Kimi? Adamların çoxunu
bu. Burada adamların çoxunu yenə də üçüncü növ təyinli söz birləşməsidir və tamamlıqla ifadə olunmuşdur. Ona görə cavabımız oldu D variantı. 35. Uyğunluğu müəyyənləşdirin. İsmi birləşmə işlənmiş və feili birləşmə işlənmiş. Qəfildən səs eşidildi. Baxın, burada görürsünüzmü? Nə ismi birləşmə, nə də feili birləşmə var. A-nı çıxıram. A-nı çıxıramsa C-ni buradan çıxdım, buradan B-ni çıxdım və baxıram indi B-yə. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Sübut etməliyik. Nəyə dünyaya? Düşmənin çirkin niyyətini. Burada görürsünüz ki, bu yəni burada söz birləşməsidir və ismi birləşmədir. Yazıram B-yə. 1-ə. Sən bunu mu deyirdin? Burada söz birləşməsi yoxdur. C-ni də çıxıram. C-ni çıxıramsa A-nı da buradan çıxdım. Qalır bir tək Y və D variantı. Baxıram D-yə. Cəmil gedərkən uşaqlar yuxulu idi. Baxın, burada yuxulu idi kim uşaqlar? Nə zaman? Cəmil gedərkən. Bu feili bağlama tərkibdir və feili birləşmədir. Yazıram D-yə. Sonra təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. Nə edirdilər? İştirak edirdilər. Kim rəssamlar? Nədə? Sərgidə. Hansı sərgidə? Bu sərgidə hansı təşkil edilmiş? Təşkil edilmişi feili birləşmə kimi götürmüşsünüzsə yanılmısınız. Çünki burada yəni təşkil edilmiş söz birləşməsi deyil, mürəkkəb feildir. Amma burada bu sərgidə sözü, bəli, bu sərgidə ismi birləşmədir, birinci növ. Ona görə yazıram 1-ə. 1-ə B, Y, 2-yə də D, cavab olur Y variantı. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir. Bəs kimə yetəcək o bağça, bağ-bağçanın qazancı? Bax, kimə yetişəcək burada olmalı deyildi. Burada söz sırası pozulub. İndi baxaq görək, sadə və mürəkkəb isim işlənibmi? Bağ-bağça mürəkkəbdir. Qazan sözündən qazanc sözü yaranıb. Bəli, bu da düzəltmədir. Amma bizə sadə lazım idi. Ona görə A-nı çıxıram. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vurhavuru. Vurhavur burada mürəkkəbdir. Bəli. Fələk görməmişdi. Vurhavuru fələk görməmişdi formasında olmalı idi. Burada da bayraqlar sözü, sonra fələk görməmişdi, boru sözü. Məsələn, burada bunlar sadədir. Ona görə bizim variantımız B ola bilər. Baxaq C-yə də. Doğrusu qohum əqrabanın sözləri mənim də beynimə batır. Yoldaş. Yoldan yoldaş yaranır. Düzəltmədir. Qohum əqraba burada qohum əqraba mürəkkəbdir. Söz isə sadədir. Gəlin baxaq. Doğrusu qohum əqrabanın sözləri mənim də ağlıma. Burada söz sırası pozulmayıb. Çıxıram. Bu xəbəri eşidər. Şərtimizi ödəyir. Sadə var, mürəkkəb var, amma söz sırası pozulmayıb. Çünki burada deyir ki, söz sırasının pozulduğu. Bu xəbəri eşidər eşidməz hər kəs təlaşla binanı tərk etdi. Binanı tərk etdi. Demək, xəbər sadədir. Sonra bina sadədir. Qalan da burada mürəkkəb yoxdur. Çıxıram. Sevgi əzəl gündən sevir baharı. Sevdən sevgi yaranır. Sevir baharı. Bahar sadədir. Sonra baharda insanlar arzuya çatır. Bunlar hamısı sadədir. Burada mürəkkəb yoxdur. Elə variantımız olacaq B variantı. 37. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Burada güclə sözü tərzi hərəkət zərfidir. Cavanşir bir qədər dincəlib. Dincəlibin qabağında olduğu üçün bir qədər sözü. Bunu götürürəm. Demək, kəmiyyət. Kəmiyyət və tərz hərəkətlə kəmiyyət də D variantındadır. Cavab D variantı. Baxırıq 38-ə. Cümlələrdə fərqlənmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Qarşı tərəf burada isimdir, tərəf təbii ki. 2-də maşın saat 2-də şərqə tərəf yollandı. Yönlü kal üstə gəlmək tərəf qoşma mövqeyindədir burada. Yönlü kalla işlənir. Sözə qoşularaq mənaçaları yaradır. Bu 2-yə aiddir. A. İfadə olunan fikrə münasibət bildirmək. Bu modal sözdür. Modal söz də yoxdur burada. B-ləri çıxaq. Leksik mənası var. Bu C-yə 1-ə aiddir. Yalnız qrammatik mənası var. D-yə aiddir. Yəni qoşmaya. Cümlə üzvləri arasında əlaqə yaradır. Əlaqə yaratmaq, yəni bağlayıcıya aid bir şeydir cümlə üzvləri arasında əlaqə yaratmaq. Bunu yazmıram. 1-ə C, 2-ə A, D, cavab D variantı. Müqayisə cədvəlinə əsasən doğru fikri istəyir bizdən. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. İnkarda işlənə bilir. Niyə işlənə bilmir ki? Deyil hissəciyinə işlənə bilir. Yanlışdır. Gələsiniz sözü bu şəkildədir. Gələsiniz. Burada kaş gələsiniz arzu şəklindədir. Olmaz.
Gəl bunları da çıxaq. Cavab avtomatik qalır, amma yenə də baxaq. Kaş anar da gəlsin cümləsində feil bu şəkildədir. Gəlsin burada əmr şəklindədir. Ona görə 3 yanlışdır. İsə hissəci, köməkçi sözü ilə işlənə bilmir. Bəli, işlənə bilmir. Düzdür, arzu şəkli işlənə bilmir. Sonra cümlənin feili xəbər olur. Bəli, bu da düzdür. Məchul növdə işlənə bilir. Bu da düzdür. Demək 4, 5, 6 cavab A variantı. 40-da xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabili mürəkkəb cümləsinin təhlili ilə bağlı səhvi istəyir bizdən. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanmışdır ki, bağlayıcısını görürəm, buradan çıxıram. Baş budaq sxeminə uyğundur, düzdür, çıxıram. Baş və budaq cümlələr müəyyən şəxslidir. Baxaq, qoşuldular. Kim? Xalqımızın mərd oğulları nəyə mübarizəyə qoşuldular? Hansı bu mübarizəyə qoşuldular? Nə etsinlər, yaşasınlar? Necə, nə cür xoşbəxt, necə azad? Kim? Nəsillər? Hansı nəsillər? Gələcək nəsillər. İndi deyir ki, həm baş, həm budaq cümlə feili xəbərdir. Bəli, qoşuldular, yaşasınlar, düzdür. C-yə baxacaq idim. Baş və budaq cümlələr müəyyən şəxslidir. Müəyyən şəxslidir, bəli. Mərd oğullar burada, xalqımızın mərd oğulları, burada da nəsillər, düzdür. Həm baş, həm budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Yəni tabelilik, həm də tabesizlik deyir bizə. Amma burada isə mən baxıram ki, tabelilik var, burada tabesizlik yoxdur birinci cümlədə. Amma burada həm tabelilik, həm də tabesizlik var. Azad, xoşbəxt burada tabesizdir. Gələcək nəsillər məsələn və yaxud da xoşbəxt yaşasınlar, azad yaşasınlar tabelilikdir. Ona görə cavab olur Y variantı. Bu qədər sadə. Demək, qrammatika suallarının izahı bu qədər. Növbəti videoda isə digər mətnlərin izahlarını verəcəm. Siz isə izləmədə qalın.